Şou biznesdə sərt açıqlama. Aysun İsmailova sustuğu hər şeyi danışdı. Azərbaycanın tanınmış müğənnisi Aysun İsmailova şəxsi həyatı ilə bağlı yayılan söz-söhbətlərə nöqtə qoydu. Sənətçi qonaq olduğu tarixin bir günü verilişində verdiyi açıqlamalarla şou biznes gündəmini silkələdi. Mən bəziləri kimi hər gün bir sevgili dəyişən biri deyiləm, deyən Aysun İsmailova, onu tanımayanların yaratdığı yanlış obrazlara sərt münasibət bildirdi. Müğənni vurğuladı ki, onun kim olduğunu ailəsi, yaxın ətrafı və dostları çox yaxşı bilir. Aysun İsmailova həmçinin qeyd edib ki, heç vaxt kiminsə hesabına gündəmə gəlməyib, kimlərinsə sayəsində özünə yol açan biri olmayıb. Onun sözlərinə görə, həyatında və sənət yolunda hər zaman öz prinsiplərinə sadiq qalıb. Sənətçi daha bir diqqət çəkən açıqlama da verib. Tanımadığım heç bir bəylə əl verib görüşmürəm. Bu sözlərlə Aysun İsmailova şəxsi sərhədlərinin və tərbiyəsinin onun üçün nə qədər önəmli olduğunu açıq şəkildə ifadə edib. Bu açıqlamalar sosial şəbəkələrdə artıq geniş müzakirələrə səbəb olub. Bəziləri müğənnini dəstəkləyir, bəziləri isə onun fikirləri ilə razılaşmır. Bəs siz necə düşünürsünüz? Aysun İsmailovanın bu sözləri ilə razısınızmı? Şou biznes nümayəndələri şəxsi həyatlarını bu cür açıq müdafiə etməlidirmi? Fikirlərinizi şərhlərdə yazın. Videonu bəyənin, Xəbər Bürosu kanalına abunə olun ki, şou biznesdə baş verən ən son və maraqlı xəbərləri ilk siz izləyəsiniz.